Təhlükəli axtarış adlandırılan 4-cü mərhələdə 3 hissəli olmaqla 2 qutu yerləşdirilib. Sona qalan 2 iştirakçı içərisi gizli saxlanılan qutulardan hissələrə ayrılan rəqəmləri tapmalıdır. Tapşırıq qoyulan vaxt ərzində icra olunsa, müəyyənləşən kod qıflı açıb qonağa daha bir şans qazandıracaq. Vaxtımız getdi. Buyurun, iştirakçılar qoşulsun. İkisi də qoşula bilər. Qoşulun. Ha götür. Oradadır. Yo, oldu. Yo, biraz qabağa. Qabağa. O götür. Aha götürdü. Biri de var idi orada. Biri de var. Orada onun yanında biri de var. Kurda. Burada gayet onun yanında biri de var. Aha onu da götürdü. Onun yanında biri de var. Sağdan sağ. Sağdan ikinci kurt. Ha o birisi. Oradan çık. Sonra birleştirersen esas rəqəm. Orada kurdur hisseder götür. Biri de var orada. Son 1 dəqiqə. Orada kurtta biri de var. Kurtta. Çık oradan çık. Oradaydı. Kurtala biraz da kapalı. Ne bileyim ha. Taptı. Üstədi. Ha onu götürdü. Biri de rəqəmləri birləşdirsin. Çət. Son 20 saniye. Smağa gir. Biraz cəld olun. Son 10 saniye. 9, Hayır, tapalım. 8, Spağıya bak. 7, Smağa. 6, 5, 4, 3, 2, Bunlarla tapabiliriz yoksa yok, mümkün değil. 1, stop. 600 xalla davam eləyirik, amma həvəsdən düşmə, çünki 2-yə vura bilərik. Yenə 1200 xal ola bilər. İndi Vasif Məhrəmli bir nəfəri uzaqlaşdırıb, heç kimdən fikir almırıq, səs vermə yoxdur. Bir nəfəri finala göndərəcəyik. 1, yoxsa 4. Qoy 4 olsun. 4'ü çıxardırsan, yoxsa... Çıxardıram. Ha, onda deməli 2-ni göndərirsən finala. Ha, 2-ni finala göndərirəm. Kimdir 4 nömrə? Allah, nə bilim. Məni o belə çaşdırmışsınız ki, mən heç nə deyə bilmərəm. Bu qərar dəyişməyəcək. Telli borçalı deyil, 100% görürəm. Telli borçalı. Deyil, ha. Onda onun nə dəxli var? Elə dedim. Elə dedim, ha. Başıma error verdiniz, siz. Kim ola bilər? 5, 4, 3, 2, 1. O maskanın altında... Maskadır ya. Tahirə Məmməd qızı, jurnalist, aparıcı, xoş gəlmisiniz. Dost yolunda ilanın zəhərini udarsan. Bu nə deməkdir ki, Vasif, sən məni çıxartdın, amma mən sənə görə ilanın zəhərinə də gedirdim. Qoy deyim, balaca bir həşiyə çıxım. Cəmisi bir 10-15 gün bundan qabaq Tahirənin oğlunun, gözünün ağı qarası bir oğlunun toyu oldu. Biz o hamıza xoşbəxt elədik. Hamıya qısım. Mən də bir dayısı kimi orada Əsl canla dayı başına kimi. iştirak Cavan dayı. Mən Vasif Məhrəmli ilə tanışdığım 2000-ci illərdən başlayıb və onda Mənim mən mətbuat 9 katibim aylıdır. uzun illər. Ədalətli yanaşsa, valla içimizdə ən daha çox xal qazandıran Tahirə xanım oldu. Sən Allah. Valla. Bizə qədər də bir neçə tanınmışlara müraciət olunub. Niyə gəlməyiblər? Bəziləri Vasifin kölgəsində qalmaqdan ehtiyat eləyiblər mənə görə. Vasifin çörək verdiyi insanlar burada olmalı idi.